Hamıya salam. Gəlin bir düşünək. Performansın idarə edilməsi ifadəsini eşidəndə ağlınıza nə gəlir? Yəqin ki, çoxumuz üçün bu, illik qiymətləndirmələr, bitib tükənməyən sənədləşmə işləri və hətta biraz da stres deməkdir. Bəs əgər desəm ki, bu, əslində bezdirici bir məcburiyyət yox, hər bir işçinin potensialını üzə çıxarmaq üçün inanılmaz güclü bir vasitə ola bilər? Elə bugün performansın idarə edilməsi kitabı əsasında hazırladığımız bu təhlildə bu prosesə tamamilə fərqli bir gözlə baxacağıq. Yaxşı, hazırsınızsa, başlayaq. Deməli, bugün biz 6 vacib mərhələdən keçəcəyik. Əvvəlcə bu mövzu ətrafındakı o köhnə mifləri bir kənara qoyacağıq. Sonra böyük mənzərədə bunun əslində nə demək olduğunu aydınlaşdıracağıq. Cəlbetmənin nə qədər kritik bir rol oynadığından, menecerlərin hansı alətlərə sahib olmalı olduğundan danışacağıq və təbii ki, bütün bu prosesin necə işlədiyini və sonda bizi necə yüksək performanslı komandalara apardığını görəcəyik. Yaxşı, gəlin elə birincidən başlayaq. Performansın idarə edilməsi haqqındakı o məşhur mif. Görək, insanlar adətən bu termini eşidəndə nə düşünürlər? Bir saniyəlik dayanıb düşünün. Bu ifadə sizin üçün nə məna kəsb edir? Ağlınıza ilk gələn sözlər, hisslər hansılardır? Gəlin etiraf edək. Yəqin ki, çoxumuzun ağlına oxşar şeylər gəlir. Baxın, bütün bunlar əlbəttə prosesin bir parçasıdır. Amma məsələnin hamısı bu deyil axı. Əslində, məsələyə yalnız bu dar çərçivədən baxmaq çox vaxt bu prosesin niyə bu qədər sevilmədiyinin əsas səbəbidir. İndi isə gəlin bu dar çərçivədən bir anlıq çıxaq və böyük mənzərəyə, yəni işin reallığına baxaq. Görək, performansın idarə edilməsi əslində nədir və bizə nə kimi faydalar verə bilər? Baxın, burada açar sözlər hansılardır? Ortaq vizyon və potensialı reallaşdırmaq. Yəni bu, yuxarıdan aşağıya doğru verilən bir hökm deyil. Tam əksinə, hər kəsin eyni məqsədə doğru birlikdə addımladığı, bir-birinə dəstək olduğu bir prosesdir. Və bəlkə də ən fundamental, ən önəmli dəyişiklik elə budur. Performansın idarə edilməsi ildə bir dəfə keçirilən o gərgin görüş deyil. Bu, bütün il boyu davam edən canlı, dinamik və fasiləsiz bir strategiyadır. Yaxşı, bəs bütün bu yeni yanaşmanı işlədən o gizli güc nədir? O sehirli tərkib hissəsi nədir? Cavab çox sadədir. Cəzb etmə. Bütün sistemin uğuru məhz bu amildən asılıdır. Bilirsiniz, cəlb etmə işçinin öz işini sadəcə bir tapşırıq kimi görməməsidir. Bu, onun şirkətin məqsədlərinə ürəkdən, emosional olaraq bağlanması deməkdir. Və məhz bu bağlılıq insanları həvəsləndirir, onlara gəl daha yaxşısını edək dedirtdirir. Baxın, Sunita sadəcə işini görmür. O, komandanın bir parçası olduğunu hiss edir, dəstək görür və nəticədə təkcə özü üçün yox, komandası və müştəriləri üçün də əlindən gələnin ən yaxşısını edir. Cəlb etmənin praktikadakı nəticəsi bax budur. Bəs niyə cəlb etmə bu qədər vacibdir? Gəlin açıq danışaq. Çünki bunun çox konkret, real faydaları var. Bu təkcə fərdlərin yox, bütün komandanın və nəticədə bütün şirkətin performansını qanadlandırır. İşçilərin içindəki o potensialı üzə çıxarır və ən əsası sizi daha effektiv, daha hörmətli bir rəhbərə çevirir. Yaxşı, razılaşdıq ki, cəlb etmə uğurun açarıdır. Onda ortaya bir sual çıxır. Menecerlər bu cəlbedici mühiti necə yarada bilər? Bunun üçün hansı alətlərə, hansı bacarıqlara ehtiyac var? Gəlin indi menecerin alət çantasına bir nəzər salaq. Bunların hər biri, əlbəttə, özlüyündə çox dərin mövzudur. Amma mənbəyimizdə xüsusilə bir bacarıq təməl daşı kimi vurğulanır, effektiv həval etmə. Gəlin elə nümunə olaraq bu prosesin addımlarına daha yaxından baxaq. Bilirsiniz, bu sadəcə get bu işi gör demək deyil. Qətiyyən, proses daha dərindir. Hər şey tapşırığı və işçini düzgün analiz etməklə başlayır. Yəni, doğru işi doğru adama verməklə. Sonra isə işin gedişatına necə nəzarət ediləcəyi barədə aydın bir sistem qurulur. Bu struktur həm işin keyfiyyətini təmin edir, həm də işçiyə özünü inkişaf etdirmək üçün şərait yaradır. Yaxşı, bu qədər konsepsiyadan danışdıq. İndi isə gəlin baxaq, bütün bu dediklərimiz real həyatda, praktikada necə tətbiq olunur? Bu performans idarə etmə dövrü necə qurulur və necə işləyir? Baxın, o bir çoxlarının qorxulu rüyası olan qiymətləndirmə prosesi əslində 3 sadə mərhələdən ibarət bir dövrdür. Əvvəlcə hazırlıq, həm rəhbər, həm də işçi hazır olmalıdır. Sonra müsahibə, hansı ki bu bir imtahan yox, açıq dialoq üçün bir fürsətdir
Və nəhayət, müntəzəm baxış ki, proses il boyu davam etsin. Unutmayın, məqsəd qorxutmaq deyil, əksinə, inkişaf üçün bir fürsət yaratmaqdır. Bu, prosesin ən gözəl tərəflərindən biri odur ki, hər bir işçi gördüyü işin şirkətin ümumi strategiyasına necə xidmət etdiyini aydın şəkildə anlayır. Bu, yuxarıdan aşağıya doğru qurulan əlaqə hamını eyni hədəf ətrafında birləşdirir, hər kəsin eyni gəmidə olduğunu hiss etdirir. Və unutmayaq ki, bu sistem təkcə şirkətin hədəfləri üçün deyil, bu həm də hər bir işçinin öz şəxsi və peşəkar inkişafı üçündür. İşçilərin öz karyera hədəfləri üçün yeni bacarıqlar qazanması, özünü təkmilləşdirməsi prosesin ayrılmaz bir hissəsidir. Bu həm işçinin, həm də şirkətin gələcəyinə qoyulan bir investisiyadır. Nəhayət, gəldik bütün bu zəhmətin bəhrəsinə, son və ən vacib hissəyə. Bütün bu səylərin yekun nəticəsi nə olmalıdır? Əlbəttə ki, yüksək performanslı, güclü və effektiv komandalar yaratmaq. Yaxşı, bəs uğurlu bir komandanı necə tanımaq olar? Təbii ki, konkret hədəflər, rəqəmlər önəmlidir, amma hər şey bunlardan ibarət deyil. Gördüyümüz kimi, biz həm də müştəri məmnuniyyəti, komandanın bacarıqlarının necə artdığı və hətta işə davamiyyət kimi daha keyfiyyət yönümlü göstəricilərə də baxmalıyıq. Və bu, bəlkə də çox vaxt unudulan, amma əslində çox vacib bir məqamdır. Uğurları qeyd etmək. Yüksək performansı davamlı etmək, komanda ruhunu güclü saxlamaq üçün qazanılan qələbələri birlikdə, təntənəli şəkildə qeyd etmək şərtdir. Bu, motivasiyanı artırır və hər kəsə görülən işin nə qədər dəyərli olduğunu göstərir. Sonda əldə etdiyimiz ən böyük mükafat da elə budur. Hər bir üzvün öz fərdi hədəflərinin şirkətin o böyük mənzərəsi ilə tam üst-üstə düşdüyü vahid bir orqanizm kimi işləyən səmərəli bir komanda. Bütün bu prosesin əsas məqsədi məhz belə bir mühit yaratmaqdır. Və yekun olaraq, mənbədən birbaşa gələn bu sualla sizi düşünməyə dəvət edirəm. Gəlin bir anlıq düşünək. Bugün danışdığımız bu qədər fikirdən hansı üçünü sabahdan etibarən öz işinizdə, öz komandanızda tətbiq etməyə başlaya bilərsiniz? Çünki bu sadəcə bir məlumat deyil, həm də bir fəaliyyətə çağırışdır.